Keçən dəfə bir məsələ ilə bağlı tənqidi fikirlər demişdim. Orada heç kimin sənətinə nəsə deməmişdim. Səsi, səs temberi haqqında danışmışdım. Başqa bir məsələdən danışmışdım. İnsanlar fərqli düşündülər. Bir daha deyirəm ki, orada heç kimin sənətinə xələl gətirəcək bir söz deməmişəm. İnsanın mövqeyi bir olmalıdır. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə tarixin bir günü verilişində deyib. Sənətçi ad çəkmədən əməkdar artist Teymur Əmrahın müğənnilər Nəfəs, Damla, Manaf Ağayev və Şəbnəm Tovuzlunun səsini tərifləməsini tənqid edib. Nadir bildirib ki, yaydığı videoda insanlar onu düzgün başa düşməyiblər. Onların mövqeyindən danışmışam. İstər kişi, istərsə də qadının sözü bir olmalıdır. Burada nə demişsənsə, gedib başqa yerdə də həmin sözü olduğu kimi deməlisən. Burada başqa, digər yerdə başqa söz deyirsənsə, deməli sən mövqeysizsən. Sənin sənətkarlığın da başına dəysin. Qeyd edək ki, Nadir Qafarzadə ad çəkmədən əməkdar artist Teymur Əmrahı tənqid edib. Buna səbəb isə Teymur Əmrahın gün ortası verilişində Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Zeynəb Həsəninin də səsi var. Şəbnəmin səsi dünyada ən zil səslərdən biridir. Zeynəbin səsinə vurulmuşam. Nə oxuyur, gözəl səslərlə nə xərcləyirlər, başqa mövzudur. Bugün onlar elə gözəl səs malik ifaçılardır ki, sözlərini deməsi olub.